UEFA Konferans Liqasındakı təmsilçilərimizə gəlincə Zirəyə yetərincə güclü rəqib düşüb. Hayduk Xorvatiyada Dinamo Zagrebdən sonra ikinci ən titullu klubdur. Mövsümü 3-cü yerdə başa vuran Split şəhərinin komandası çempion Rijekadan və gümüş medalçı Dinamo Zagrebdən 2 xal geri qalıb. Vurulan qolların sayına görə yalnız Dinamo Zagrebə çata bilməyib. Bu nəticəni Hayduk məşhur İtalyan Gennaro Gattuso'nun başçılığı altında qazanıb. Artıq İtaliya millisinin baş məşqçisi təyin olunan Gattuso Haydukdan ayrılıb. Son mövsümdə Haydukda azarkeşlərə yaxşı tanış olan və bu günlərdə karyerasını başa vuran 37 yaşlı Ivan Rakitic və bu mövsümdə 35 oyuna 19 gol vuran Xorvatiya millisinin forvardı Marko Livaya kimi oyuncular çıxış edib. Şimali Makedoniya millisinin hücumçusu Aleksandr Traykovski da Haydukun əsas figurlarındandır. Zirənin üstünlüyü Rüstəm Əhmədzadə, Pierre Zebli və Məqsəd İsayev istisna olmaqla heyəti qoruyub saxlamağındadır. Şamaxıdan transfer olunan Brahim Konate böyük ehtimalla Zirəyə fayda olacaq. Neftçidən gələn Yegor Bogomolsk haqqında isə nisbətən ehtiyatlı danışmağa məcburuq. Bu oyuncu Neftçidə özünü heç cürə göstərə bilmədi. Bəlkə Rəşad Sadıqovun oyun üslubunda, taktikasında Bogomolsk'ın effektini gördük. Zirə ötən il Konferans Liqasında play-off'a qədər irəliləməklə azarkeşlərin rəğbətini qazandı. Komanda bu yolda Xorvatiya klublarından Osiyekidə penalti seriyasında mübarizədən kənarlaşdırdı. Osiyek üzərində qələbə Zirəyə Haydukla görüşlərdə özünə inan, psixoloji üstünlük verə bilər. Nə qədər ağır olsa da, baş məşqçi Rəşad Sadıqov nikbinliyini itirmir. Fikrimcə azarkeşləri 2 gərgin və maraqlı oyun gözləyir. İndi bizim üçün vacib olan oyunlara yaxşı hazırlaşmaqdır. İnşallah inanıram ki, mərhələni keçən tərəf biz olacaq deyə Sadıqov püşkün nəticəsini şərh edərkən deyib. Zirə UEFA Konferans Liqasında ikinci təsnifat mərhələsində ilk oyununu iyulun 24-ü Bakıda, cavab oyununu 31-də Xorvatiyada keçirəcək.